Bax, dediyiniz vaxt artıq o klimaks dövrünə uyğun gəldi xanım. O problem tək sizin deyil. Bütün xanımların böyük əksəriyyətinin, az əksəriyyəti hiss eləmə bilir. Böyük əksəriyyətinin problemidir. Həmin ürək də həmin ürək idi, həmin damar da həmin damar idi. Onda niyə tərləmirdin? Gəldin o menstrual siklin son dövrlərinə, yəni klimaksın başlanğıc dövrünə rast gəldi bu dövr. Ona görə də siz orada yəni nə verə bilər tərləməni? Tərləməni verə bilər, bəli, vitaminlər çatışmaz, xüsusilə vitamin D çatışmaz. Tərləməni verə bilər nə? Müxtəlif sinir pozğunluqları, nevrozlar, ürək damar çatışmamazlığı verə bilər, bronx, ağciyər ürək çatışmamazlığı verə bilər. Yəni o zaman da tərləyirsən. Ən çox ürəklə əlaqədar olanda deyir, buradan yuxarı tərləyirəm. Və təbii ki, arxasından da orada fərq nə olur? Tərləyirsən, sonra da buza dönürsən. Yəni bir mənalı şəkildə orada klimaksa qarşı müalicə olmasan, düzəlməyəcəksən. Nə qədər vitamin içirsən, iç, düzəlməyəcəksən. Və təbii ki, klimaksın müalicəsində də zəli ilə müalicə çox möhtəşəmdir. Və nə qədər qinekologlar gəlirlər, bizdə müalicə götürürlər. Təbii orada müxtəlif məcunlar və məlhəmlər də veririk, təbii bitkilər dəmləmələri veririk.